İyunda Ermənistanda parlament seçkiləridir. Hazırki baş nazir Nikol Paşinyanın əsas rəqibləri həm köhnə qvardiyadan, həm də yeni formalaşan qüvvələrdən ibarətdir. Robert Köçəryan artıq baş nazir olmağa namizəddir. Samvel Karapetyan 2025-ci ildə çevrilişə cəhd ittihamı ilə həbs edilib və ev dustaqlığındadır. Buna baxmayaraq partiyası onu rəsmi namizəd kimi irəli sürmək fikrindədir. Arxiyepiskop Bagrat Qalstanyan ikili vətəndaşlıq səbəbindən şəxsən baş nazir ola bilmir. Lakin o, müxalifəti bir çətir altında toplamağa və Paşinyana qarşı xalqın namizədi kimi başqa bir fiquru dəstəkləməyə çalışır. Serj Sarkisyan özü baş nazir namizədi kimi seçkiyə getmiş. Şərhçilər deyir ki, o Robert Köçəryan və Bagrat Qalstanyan dəstəkləyir və məqsədi şəxsən hakimiyyətə qayıtmaq yox, Paşinyan administrasiyasına devirməkdir. Radikal müxalifətin birləşəcəyi ehtimalı yüksək deyil. Birləşməyəcəyi halda isə Paşinyan üzərində qələbə çalma ehtimalı azdır. Paşinyanın reytingi nisbətən aşağı düşsə də, onun partiyası yenə də birinci partiya kimi seçkidə səs qazanacaq. Ancaq Paşinyan vəziyyətini ağırlaşdıran Rusiyanın radikal müxalifəti artan dəstəyi və Paşinyan hökumətinə qarşı küber hücumların təşkil edilməsidir. Paşinyan əsas arqumenti seçki qabağı ki, o seçilməsə radikal müxalifət bölgədə gərginliyi yenidən artıracaq. Bu erməni cəmiyyətində Paşinyana belə deyək də verilən səslərin sayını prinsip etibarilə artırmalıdır. Müxalifətin indi 3 əsas lideri kimi ortaya çıxıb. Bu Koçaryandır, keçmiş prezident Serj Sarkisyandır və iş adamı Karapetyandır. Bunlar üçün də ən çox Karapetyan partiyasının bir qədər səs qazanmaq ehtimalı var. Amma üçünün birləşməsi ehtimalı yüksək deyil. Konfliktolog Arif Yunus deyir ki, Ermənistanda müxalifətin ən böyük səhvi o idi ki, onlar tarixdə ilişib qalan liderlərə müraciət etdilər. Köhnə Qarabağ klanındakı liderləri yenidən diriltdilər. Moskvada oturan Putin və onun komandoları biraz ağıllı olsaydılar, onlar ayrı bir şəxsi tapardılar. Formal olaraq bu Qarabağ klanla bağlı olmayan belə bir şəxs vardı, Ruben Vardanyan. Onu göndərib və o indi Bakıda həbsxanadadır. Qalanlar isə çox zəif idilər. O cümlədən kilsənin nümayəndəsi o 22-ci illərdə nəsə istədi, Bagratdan söhbət gedir. Alınmadı. İndi isə biz görürük ki, yenə də Köçəryan. Nəticədə biz nə görürük? Bax, bu son 20-ci il müharibəsindən sonra 5 ildən çox vaxt keçib. Biz görürük ki, Ermənistanda əhalinin əksəriyyəti orada inamsızlıq yaranır. Nəticədə, misal üçün, seçkilərə o qədər az, çox adam getməyəcək. Bugün, misal üçün, bax, sonuncu sorğu göstərir ki, Paşinyan 24% yığardı, əgər seçkilər bugün olsaydı, misal üçün, Köçəryan 3%. Paşinyan demişdi ki, parlament seçkilərində müxalifət qalib gələcəyi təqdirdə sentyabrda Azərbaycana qarşı yeni müharibə riski yarana bilər. Sarkisyan bu iddiaları əsassız adlandırmışdı. Politolog Elxan Şayinoğlu deyir ki, Robert Köçəryan və Serj Sarkisyan Qarabağ barədə açıqlama verməkdən çəkinsələr də Azərbaycanla sülh quruculuğunu necə təmin edəcəklərini bilmirlər. Bilirlər ki, Qarabağ mövzusunu xatırlatsalar bu müharibə deməkdir və erməni seçicilərini bu mövzu qorxudacaq. Çünki bilirlər ki, bu yenidən Azərbaycanla müharibədə məğlub olacaqlar, itki verəcəklər. Ancaq buna baxmayaraq belə bir ifadə də işlədir ki, radikal müxalifətin liderləri güya sülhün hansısa qarantı olmalı. Qarant da dedikdə dırnaqarası böyük ehtimalla Rusiyanı nəzərdə tuturlar ki, Rusiya sülhün qarantı heç bir şəkildə ola bilməz. Buna nə Azərbaycan prezidenti, nə də Ermənistanın baş naziri razılaşar. Ona görə Qarabağla bağlı açıqlama vermirlər, amma fakt bundan ibarətdir ki, radikallar hakimiyyətə gələrlərsə, sülh quruculuğu dayanacaq, konstitusiyanı da dəyişdirməyəcəklər. Bu isə yenidən bölgədə müharibə atmosferi yaradacaq. Düzdür, radikal müxalifət hakimiyyətə gələrsə Azərbaycanla müharibəyə başlamağı risk etməyəcək, amma həm sülh quruculuğu dayandırılacaq, həm də Trump dəhlizinin reallaşmasına fasilə veriləcək. Çünki Rusiya əslində Trump layihəsinin əleyhinədir. İndiki radikal müxalifət isə Ermənistanda Rusiyaya bağlıdır. Onu da xatırladım ki, Ermənistan iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyasına qarşı mübarizə aparmaq üçün Brüsseldən qrup göndərilməsini xahiş edib.